أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا حول ولا قوة إلا بالله العلي العظيم وصلى الله على سيدنا وسيد المرسلين الذي سمي في السماء بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين. صدق الله العلي العظيم. Allah bendeleri evvel özümüz, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah aqibətimizi xeyir eləsin. Şaban ayın və cümə günlərin bizlərə mübarək eləsin inşallah. Əziz qardaşlar, bacılar, məni eşidənlər, Şaban ayı özü mübarək aydı, öz yerində. Bir də içərisi doludur, mübarək günlərlə. Əvvəlində 3-ü, 4-ü, 5-i Həzrət İmam Hüseyin Əsəlamın, İmam Səccad ağanın, Əbəlfəz ağanın mövlud günlərdir. Bu gün də cümə günü gəldi, düşdü. İmam Hüseyin Əleyhisselamın böyük oğlu Həzrət Əli Əkbər Əleyhisselamın mövluduna bu münasibətlə ağamız, Mövlamız İmam-ı Zaman Əleyhisselam başda olmaqla Həzrət Əli Əkbər Əleyhisselamın mövlud günü münasibəti ilə hər birisi, bütün əhl-i beyt sevərləri, bütün müsəlmanları təbrik eləyirəm inşallah. Mən ağanın barəsində qısa bir məlumat verəndən sonra Allah tövfiq versə, vaxt qalsa bir önəmli sözü də qısa şəkildə ərz edirəm, görək Allahdan tövfiq istəyirəm. İnsanlığın zirvəsində əyləşən şəxslər var. Tarixdə ibrət yeri olan şəxslər var, nümunə olan şəxslər var. Həzrəti Zəhra salam əleyha, İmam Həsən əleyhissalam, Cəfər Təyyar və Əli Əkbər əleyhissalam insanlığın zirvəsində dayanan şəxslərdəndir. İmam Hüseyin əleyhissalam buyurur, biz nə vaxt müştaq olurduq, qəlbimiz istəyirdik Peyğəmbərə, Peyğəmbər dünyasını dəyişib, Peyğəmbərin vücudu yadımıza düşəndə gələrdik, Əli Əkbəri çağırardıq, oğlum Əli Əkbəri çağırardıq, Əli Əkbərə baxardıq. Çünki Kərbəlada yola salanda İmam Hüseyin əleyhissalam buyurur, Allah yola salıram o balamı ki, xəlqən, xulqən və məntiqən sənin Peyğəmbərinə bənzəyirdi. Xəlq yaradılış cəhətindən, sima cəhətdən, xulq, batini aləm, daxili aləm, əxlaq cəhətindən və məntiqən danışıqda eyni Peyğəmbərli xatırladardı Həzrəti Əli Əkbər əleyhissalama. Həzrəti Əli Əkbər əleyhissalam hicrətin 33-cü ilində dünyaya gəlib. Əli Əkbər əleyhissalam, İmam Hüseyin əleyhissalam buyurur, mənim 1000 oğlum ola adın Əli qoyacam, 1000 qızım ola adın Fatimə qoyacam. 3 oğlu var, 3 qızı, Əli Əkbər, Əli Ovsət, Əli Əsğər. 3 qızı var, Fatimə-i Kübra, Fatimə-i Vüsta, Fatimə-i Suğra. Xanım Rüqəyyənin ləqəbi Rüqəyyədir, adı Fatimədir. Baxın, bu özü o zamandadır ki, Muaviyyə, lənətullah aleyhi vəl-əzab, Muaviyyə Əli adında uşaqları tutub boğazın üzürdü. Küçədə axtartdırırdı, Əli adında uşaqları tutub boğazın üzürdü. Həmin zamanda İmam Hüseyin İslam ad qoymanı təbliğ edir. 100 oğlum ola adın Əli qoyacam, 1000 oğlum ola adın Əli qoyacam, qızım olsa adın Fatimə qoyacam. Ad özü təsir qoyan məktəbdir. Ona görə imam belə buyurur ki, çünki həmin zaman dediyim kimi Əli adı ilə düşmənçilik vardı. Əli Əkbər ağanın anası Leyladır.
Əbi Mərvənin qızıdır. Bunu bir tanış olaq. Əbi Mərvə özü Taif şəhərindəndir. Əbi Mərvənin qızıdır. Əbi Mərvənin atası Ürvət ibn Məsuddur. Görün, babası Əli Əkbər ağanın necə bir kişi olub. Hədisdə var, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Meyracdan sonra buyurur, mənə Meyracda Allah Həzrəti İsa'nı görsətdi. Həzrəti İsa, ya Peyğəmbər kimə oxşayırdı? Həzrət Ürvət ibn Məsuda bənzəyirdi. Əli Əkbərin anasının babasına, Əli Əkbər ağanın babasına, Ürvət ibn Məsuda. Ona bənzəyirdi. Doktor Aynadan Aftab adında kitab yazır. Əli Əkbər əleyhissalamın barəsində yazır, o iki peyğəmbərə bənzəyirdi. Biri Həzrəti İsa peyğəmbəri, biri Həzrəti Rəsulullaha. Ürvət ibn Məsud Taifli idi dedim. Müsəlman oldu və peyğəmbərdən gəldi Mədiniyə. İslamı qəbul elədi, Taifdən gəldi Mədiniyə. Peyğəmbərə dedi, ya Peyğəmbər. Peyğəmbər getmişdi Taifə, Peyğəmbəri daşla döyüb Taifdən qovmuşlar. Ayaqları əti çıxmışdı Peyğəmbərin ayağına, topuqlarına o qədər daş vurmuşlar. Bu Ürvət ibn Məsud Taifdən gəldi Peyğəmbərin dalınca, dedi, ya Rasulullah, icazə ver, mən gedim Taifə, İslamı orada mən elan edeyim. Həzrət buyurdu, getsən səni öldürəcəklər. Getsən orada desən, la ilahe illallah deyin, səni öldürəcəklər. Dedi, mən ölümə hazıram, amma icazə ver gedim. İcazə aldı, gəldi. Bugün cəmaata dedi ki, mən müsəlman olmuşam, ay Taiflilər, gəlin siz də deyin, la ilahe illallah. Bugün dəvət elədi, sabah çıxdı bir uca yerə, azan verdi. Azan verdiyi yerdə gəldilər, Taiflilər onu saldılar aşağı, döyə-döyə öldürdülər. İslam yolunda Taifdə ilk şəhid oldu Ürvət ibn Məsud. Azanı, ilk azanı Taifdə o deyib. Həzrəti Əli Əkbər əleyhissalamda Aşura günü sübh vaxtı İmam Hüseyin əleyhissalamın azançısı vardı, Həccac ibn Məsruq. Həccac durdu ayağa azan verməyə, ağa buyurdu, Həccac dayan, azanı sən demə, qoy bu günün azanın oğlum Əli Əkbər desin. Çünki bugün şəhadətə qovuşacaq, günün azanla başlasın. Mən həmişə evdə də deyirəm, bizə namazda deyirik, həyyələ xeyrəl əməl, tələsin əməllərin xeyirlisinə. Əməllərin xeyirlisi nədir? Namaz. Bir-birimizə deyirik, sabahın xeyir. Əgər gün namazla başlamayıbsa, o sabahın nəyi xeyirlidir? Mən sənə deyirəm, sabahın xeyir, yəni sabahın namazla açılsın. Namazla açılmayıbsa, o sabahın nəyi xeyir oldu? Bir namazla gün başlamırsa, onun aqibəti necə xeyir olar? Buyurur, Həccac, sən azan demə, oğlum Əli Əkbər desin. Sübh azanında Aşura Həzrəti Əli Əkbər əleyhissalam dedi, günorta azanına qədər də Həccac ibn Məsruq şəhid oldu. Aşura gününün günorta azanında, zöhr azanında azanın Həzrəti Əli Əkbər əleyhissalam dedi. Əli Əkbər ağanın babası Ürvət ibn Məsud can verəndə Taifdə yaxınları, qohumları gəldilər, dedilər, niyə belə elədin axı? Dedi, bu Rəbbimin kəramətidir, mənə nəsib elədi bu şəhidlik. Amma vəsiyyətin nədir? Dedi, Peyğəmbərə mənim bu azan deyib şəhid olmağımı xəbər verin və xahişim budur, məni Taifdə dəfn eləməyin. Aparın verin Peyğəmbərə Mədinədə, o dəfn eləsin. Ürvəni gətirdilər Mədiniyə, İslam şəhidləri ilə bir yerdə Allah Peyğəmbəri onu dəfn elədi. Oğlu Peyğəmbərə, bəli, Peyğəmbərə deyəndə Peyğəmbər də onu gətirdi Mədinə dəfn elədi. Əli Əkbər əleyhissalamın Peyğəmbərə oxşarlığının biri də 15 yaşından Mədinədə Beytül Əvalidə qonaqlara özü xidmət eləməkdir. Axı İmam Hüseyin ağa əxlaq cəhətindən də Peyğəmbərə bənzəyirdi. İmam Hüseyin əleyhissalam Mədinədə qardaşlarım, biz adətən İmam Hüseyin ağanın 10 günlük Kərbəlasını araşdırırıq. İmam Hüseyin əleyhissalamın 57 il ömrü olub. Mədinə həyatına baxanda İmam bir dənə Beytül Əvali, dostlar evi düzəltmişdi Mədinədə, karvansara kimi. Mədiniyə gələn qonaqların hamısını İmam Hüseyin ağa qarşılayırdı. Onların özlərinin qalmağın, yeməyin, hətta heyvanlarının, miniklərinin də yeməkləri üçün
yəni verirdi, ayrıca yer düzəltmişdi. O müəssisənin, o dostlar evinin müdiriyyətini tapşırmışdı Əli Əkbər əleyhissalama. Təsəvvür eləyin, bütün şəhərlərdən Mədiniyə, Peyğəmbər şəhərinə insanlar gəlirlər, orada qalırlar, havayı qidalanırlar, gedirlər. Artıq Ərəbistanın, ümumiyyətlə ərəb şəhərləri, Mədiniyə gələn hər bir müsəlman Əli Əkbər əleyhissalamı tanıyırdı 15 yaşı olanda. Peyğəmbərin balasıdır, İmam Hüseyin əleyhissalamın oğludur. 15 yaşında Əli Əkbər ağanın sədası, adı yayılmışdı Ərəbistan yarımadasına. Muaviyə məlun bir gün Əməraslan soruşur. Deyir, kimdir bu dünyada rəhbərliyə ən layiq? Əməras deyir, kim olacaq? Sən. Muaviyə deyir, yalan danışırsan, üzümə düşüb deyirsən. İslam'a rəhbərliyə bugün Hüseynin oğlu Əli Əkbər layiqdir. Cavan, Muaviyə imperator tanıyır Əli Əkbər. Bayaq dediyimə görə tanınır. Niyə görə? Deyir, bu cavan yaşında bütün ərəblər onu tanıyır xidmətinə görə. Bir gün Mədinədə məsciddə İmam Hüseyin əleyhissalam əyləşmişdi. Bir xristiyan daxil oldu. Dedi, ay Peyğəmbərin balası, mən bu gecə yuxuda İsa Peyğəmbəri gördüm. Mənə Allah Rəsullahı göstərdi. Dedi, ged ona iman gətir. Gəlmişəm müsəlman olam. İmam Hüseyin əleyhissalam Əli Əkbər ağanı çağırdı. Dedi, ged buna İslamın qaydasını de, qoy müsəlman olsun. Əli Əkbər əleyhissalam içəri daxil olan kimi xristiyan qalxdı, qışqırdı. Dedi, bu Həzrəti İsa'dır. Mən gecə yuxuda gördüyüm bu simada idi. Həzrəti İsa'dır. Əli Əkbər əleyhissalam 5 il babası Əli əleyhissalamın yanında olub. Həzrəti əleyhissalamın yanında 5 il olub. 10 il İmam Həsən əleyhissalamla olub. Tənha sərkərdənin 12 ildə atası İmam Hüseyin əleyhissalamın imamət dövründə imamının xidmətində durub. İmam Sadiq əleyhissalam, bu dediyim söz Kamil-i Ziyarə kitabında var. Əli Əkbər əleyhissalamın qəbri İmam Hüseyin əleyhissalamın qəbrinin ayaq tərəfində çıxıntı Həzrəti Əli Əkbər əleyhissalamın qəbridir. İmam Sadiq əleyhissalam daxil olanda İmam Hüseyin ağanın ziyarətinə yaxınlaşır, Əli Əkbər əleyhissalamın tərəfdən çökür dizə, ayaq tərəfindən öpür, imam öpür. Bu Əli Əkbər əleyhissalamın məsumluğuna dəlalət eləyir. Çökür dizə İmam Sadiq əleyhissalam, öpür və Əli Əkbər ağanın xüsusi ziyarətnaməsi var, o İmam Sadiq əleyhissalamdandır. İmam Hüseyin əleyhissalamın yanında Vəlid məclisindən başlayaraq Kərbəlada şəhid olana qədər atasının, yəni imamının xidmətində dayanıb. İmam Səccad əleyhissalam da atasının ayağı altında ağanı dəfn edib. Mən Həzrəti Əli Əkbər əleyhissalam ruhuna bir salavat xətm edeyim inşallah. Bir 3-4 dəqiqədə bir mövzuya burada qeyd eləmişdim, onu da inşallah yordum sizi, üzürlü sayın ərz edeyim və ərzim tamam olsun. Allah Təbarəkə Teala Qur'an-ı Kərimdə Zümər surəsi, buna çox xahiş edirəm, diqqətlə qulaq asın. 18-ci ayədə buyurur. Buyurur, Əuzu billah. Əllezîne yestemi'ûnel qavle feyettabi'ûne ahsene ulaikellezîne hedâhumullah ve ulaike humul ulul albab. Ulaike hum ulul albab. Allah Teala buyurur, o şəxslər ki, sözə qulaq asıb, o sözün yaxşısına əməl edəyərlər, tabi olarlar, onun ən yaxşısına tabi olarlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də ancaq olardı. Sözə qulaq asarlar, danışana. Amma o sözün yaxşısına tabi olarlar. Mən buradan sual verirəm, sözün ən yaxşısı nədir? Dünyada sözlərin ən alısı hansıdır? Qur'an. Sözlərin alisi Qur'andır. Allahın kəlamıdır. Söz o qədər möcüzəvi bir varlıqdır, Allahın yaratdığı bir möcüzədir. Allah peyğəmbərləri ilə sözlə danışıb. Allah yerə bəşəri idarə etmək üçün söz göndərib, söz. Sözdə bir bərəkət var. İndi burada Allah ev-i abad eləsin, nə qədər adam əyləşib, bir kəlmə söz, 5 hərfdən ibarət. Durun, bu qədər ağsaqqallar, mötəbər insanlar bir söz qaldırır ayağa. Oturun,
bir söz bu qədər şəxsiyyətləri əyləşdirir. Həbs 4 hərfdən ibarət 1000 nəfərin azad həyatını zindan eləyə bilər. Əf 3 hərfdən ibarət 1000 nəfərin zindan həyatını neyniyər? Azad həyata qovuşturur. Söz Allahın yaratdığı bir möcüzədir. Amma Əmirül-Möminin əleyhissalamdan bir kitab var, qoy onu ilə tarixini deyim. Əbdülvahid Əl-Amidi adında bir alim var, Allah ruhunu şad eləsin. 5-ci, 6-cı əsrdə yaşayıb. Bu bir kitab yazıb, Ğurarül-Hikəm və Dürərül-Kəlim. Bu 11.000 dənə Əli əleyhissalamın qısa kəlamlarını toplayıb bura. Nəhc-ü Bəğədən fərqdə Ğurarül-Hikəm və Dürərül-Kəlam, kəlmələrin dürrü və sözlərin qaymağı, 11.000 hədis gətirib əleyhissalamın. Orada söz barəsində bir neçə hədisi yadigar deyirəm sizə. Həzrət buyurur, Məğrisul kəlam əl-qəlb, sözün əkin yeri qəlbdir. Buradan mən danışıram, qəlbə oturur söz. Sonra və dəliluhu əl-lisan, onun dəlili, nişanəsi dildir. Qəlbdən gəlir söz. Qəlbə oturur, başlayır dildən süzülməyə. فَإِنْ كَانَ الْكَلَامُ مِنَ الْقَلْبِ وَقَعَ فِي الْقَلْبِ وَإِلَّا لَمْ يُجَاوِزْ إِلَّا الْأُذُنَ. Deyir, əgər söz doğrudan qəlbdən gəlirsə, qəlbə oturar. Əgər söz qəlbə oturmayıb, ağızdan çıxırsa, qulaqdan o yana getməz. Elə qulaqdan da çıxıb gedər, qəlbə oturmaz. Əgər, bəli, bunu deyim, Əl-lisanu mizanul insan, dil insanın tərəzisidir. Danış ki, tanınasan. Adam var, görürsən, heykəlli adamdır. Daxil olur, adam özün yığışdırır. Danışır, görürsən, ağzından danışığın bilmir. Adamın şəxsiyyətin biruzə verən dildir, danışıqdır. Bir nəfər tələbəyə dərs deyirdi. Gördü bir dənə yekə əmmaməli, əbalı, qəbalı bir qurşaqlı bir alim heykəlində biri girdi içəri. Bu heykəlin qabağında dərs demək olmaz ki, dedi, yığışdır, alim gəldi. Gəldi, oturdu bu da. Bu da dizlərin qatdadı, oturdu. İndi başını salı başladı ki, bu alim nə vaxt danışacaq? Dedi ki, gördü danışmır, dedi, ağa, buyurun da bir danışın, sizdən istifadə edəyək. Dedi, mən, dedi, bəli. Dedi, nə danışım? Dedi, əvvəl isminizi buyurun, adınız nədir? Dedi, mənim adımı soruşsan, dedi, bəli. Tez özün yığışdı, dedi, adım Hacı Kərbəlayı Məşədi Şeyx Molla Yusuf. Tez bu tələbə qışlarını uzatdı. Rəhmətli o səhərdən danış, ürəyim partladı, qoy tanıyım da. Dedi, nə oldu ki? Dedi, birinci adam özünü təqdim edəndə bu qədər rütbə sayılmaz. Deyər, məsələn, filan kəs, mən adım filan kəs. İkinci, Yusuf bir, əgər alim Yusuf deyirsə, Yusuf adı yoxdur, Yusufu sən Yusuf eləyibsən, elə bizdə də Azərbaycanda Yusufə Yusuf deyirlər də. Yusuf deməkdən Yusuf deyirsən, da sənin onda bilindi kimsən. Danış ki, əl-mər'u məxbuun təhtə lisani. Kişi öz dilinin altında gizlənib. Danışan kim bilirsən bu necə şəxsiyyətdir. Danış tanınasan. Ona görə Allah bizi o danışanda rüsvay olanlardan eləməsin inşallah. Danışanda da daha gözəl inşallah şəxsiyyət ortaya qoyanlardan qərar versin. Danışanda söyüş söyənlərdən, qeybət edənlərdən, böhtan. Deyir, gördüyün bir adam söyüş söyür, ondan həyasız adam yoxdur, ondan uzaq ol. Bu ona görə dil, İmam Zeynəlabdin Əsəlam buyurur, səhər açılanda dil bədən üzvlərinə deyir, ay bədən üzvləri necəsiz, kefiz əhvalınız necədir, ay baş, ay qol, deyirlər, sən sakit qalsan, biz rahatıq. Sən danışırsan, oturubsan bağlı yerdə, biz qapaz yeri. Sən Allah, sən danışma. Danışanda da bir ölçü biçi ilə danış. Əl-lisanu sab'un, imam buyurur. İn xulyanhu aqara. Həzrət buyurur, dil elə bir vəhşidir, azad buraxılsa, dişləyən yırtıcı kimi heyvandır. Azad buraxılsa, dişləyir, acılayır. Kullur rəcul yudhuru aqlə mən kətura kəlamu kətura xətəv. Hər bir kişinin ağlı zahirə çıxır danışığı ilə. Sözümü qurtarıram 2-3 dəqiqə. Kimin danışığı, boş danışığı çox olsa, boş danışıq
bil onun xətası da çox olacaq. Qəlbul əhməq fi fəmih və fəmul həkim fi kəlbi. Axmaq adamın qəlbi elə ağzındadır. Amma hikmət sahibinin ağzı qəlbindədir. Mən səmutən nəca İdə təmmələqlu nəqəsəl kəlam. Kim sakit oldu bu həyatda salamat qaldı, nicat tapdı? Ağıl tamamlananda kəlam azalar. Boş danışıq çoxaldısa demək ağıl tamamlamıyor. Ağıl o qədər də normal deyil. Allah rəhmət eləsin Ustad Füzuliyə. Deyir, xəlqə ağzın sirrini hərdəm qılır izhar söz. Bunu ədəbiyyat oxuyanlar bilir də, məktəbdə də öyrədiblər bizə. Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz. Söz danışan kimi bilirsən bu kimdir. Ol nə sirdir, kim olur hər ləhzə yoxdan var söz. Allah, bu söz nə bərəkətdir, nə möcüzədir. Yoxdan, yoxdur, burada yoxdan gəlir. Artıran söz qədrini sidqi ilə qədrin artırır. Kimin danışığı yaxşı olsa onun qədri artar. Kim nə miqdar olsa əhli neylər ol miqdar söz. Kim nə boyda olsa elə sözü də o boydadır. Ver sözə ehya ki tutduqca səni xab-ı əcəl edə hər saat səni uyğudan bidar söz. Sözü dirildi, qoy oyatsın səni, bir söz eşit. Gər çox istəsən Füzuli izzətin, gər çox istəsən Füzuli izzətin, az et sözü. İzzətli, hörmətli olmaqsan, az danış. Kim çox olmaqdan qılıbıdır çox əzizi xar söz. Necə ki, çox danışmaqdan çox əzizlər xar olub, zəll olub. Söz insanın cənnətə və cəhənnəmə apara bilən möcüzədir. Bayaq dediyim ki, İmam Səccad Əleyhisselamın bu sözü deməkdə məqsədim son, bu günləri bura müsəlman ölkəsidir. Çox təəssüf ki, hər şeyin qədəri, nizamı var. Bir dənə bu danışığın nizamı yoxdur. Danışığa bir, belə deyək, məhəl qoyan yoxdur. Nə bu qədər səviyyəsizlik yaranıb ki, sosial şəbəkələr, mətbuat xalqı tərbiyə edən bir dənə amildir. Sosial şəbəkədə hər ağzının danışığın bilməni buraxıblar, bir dənə adın qoyan diktor, nə bilim jurnalist, çıxır xalqı saymadan xalqın əqidəsinə təhqir eləyir. Hicab Allahın Quranında gələn ayədir. Sən hicaba və hicablılara əgər təhqir eləyirsənsə, əgər sən bu xalqa hörmətsizlik eləyirsən, sən nə həddə ki birbaşa hicab mənim gələcəkdə performansımın, onun inkişafımın qarşısını alır. Bu hicablılar, o qədər ali səviyyəli hicablılar var. Onda çılpaqlıq əgər inkişafdırsa, onda heyvanlar inkişaf eləmiş varlıqlardır. Sən buradan danışırsan, o birisi başlayır əqidələrdən, sosial şəbəkələrdə, televiziyada cəmaatın əqidəsinə dil uzadır. Bir sözünüzün ölçüsün, dəyərin bilin, bu ölkənin müsəlman cəmiyyətinə hörmət edin, danışığınızla hörmətsiz eləməyin ki, hörmətsiz olacaqsınız və bilin Allahın kəlamı ilə, Allahın əmirləri ilə həmişə baş-başa qoyan, həmişə xar olub və olacaq da inşallah. Allah ölkəmizdə də, Allah düşmənlərin hidayət eləsin. Peyğəmbər və əhl-i beyti ilə düşmənçilik edənləri hidayət eləsin. Quranla düşmənçilik edənləri hidayət eləsin. Hidayət olmasalar, arxain olsunlar, xar olacaqlar dünya və axirətdə. Əgər hidayət olmasalar, Allah o xarlığı tezliklə onlara inşallah pay ayırsın. Allah sana and verirəm əzəməti qüdrətinə. Allah Şəban ayın, qarşıda gələn Ramazan ayın bizə mübarək qərar ver. Allah aqibətimizi xeyr elə. Dünya və axirətimizi abad elə. Bacarıb istəyə bilmədiyimiz xeyirləri bizlərə nəsib elə. Bütün mömin-möminin sıxıntısına nicat ver. Ölənlərimizə, şəhidlərimizə bu cümə günü rəhmət elə. Allahım bu cəmin, bu mömin-möminənin qəlbində olan hacətin rəva, dərdinə dəva elə. Cümə günü məscidə zəhmət çəkib gələnlərin Allah hər atdığı addıma min savab əta elə, min günahları nəff elə. Nə hacəti var cümə sənin günündə, seyyidül əyyamda, sənin qapıya gəlbər ilahi, özün mükafatların əta elə. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu s-samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven ahad. Sadaqallahul aliyyul azim.